5 yaşında ölüb. Şəkli də olub, sındırıblar. Şabanovna Zina Sergeyevna. Ama burada da reaksiya getməyə başladı. Sonra 3-4 gündən sonra ad günüdür. İyulun 2-si ad günüdür. Ay maşallah 660 nəfər adam var. Dostlar, ekranı bəyənin, zəhmət olmasa. Bizə hədiyyə zad heç nə atmaq lazım deyil. Allah hamımızdan razı olsun. Sadəcə ekranı bəyənin dostlar. Dostlar, dərmanı burada bax, görürsünüz, hamısı bax mamır idi üstü. Bu məhsulun adı Buqovdur. Bu orqanik çirklənmələr üçündür. Ağac şirəsi, həşərat izləri. Burada qəbirstanlıqda, burada aslanlar bir də bu yolkaların tozudur, belə təbii çirklənmələrdir. Ona görə bu məhsulu istifadə edirik. 31 oradan, 25 buradan, 56 il. 56 il təbiətdəki öz işin görüb. Görürsünüz, mikroflora var burada əməlli başlı. İndi bir də dərmanlayıb şotqalayacağıq, ondan sonra nəticəyə baxarsınız. Bu 7-ci aydır, 7-ci ayın 2-si. Görsən, Zina gəlib sənə də yad eləyən oldu. Nəsə çıxar, nəsə çıxsa tutub təmizləyəcəyik. Niyə qorxuruq ki? O ağ hissəsi mərmərdir, qalanı ağlaydı. Zinanın ad günüdür, bu da ona olsun ad günü hədiyyəsi. Yəni 69-cu ilin daşıdır, 69-cu ildə qoyulub. Bax, bu da belə bir vəziyyətdə daş idi, indi kim təzə qoşulubsa. İndi ondan biraz yaxşı olardı da, belə deyim. Və indi son halı, indi gözləyə biraz qurusun, quruduqca rəngi daha açılır. Sizin kimi biri gəlir ki, nənəmin qəbri var qəbirstanlıqda, bunu nə təmizləyər? Bəs mən onu özüm test eləməmiş, nəticəsini görməmiş, ona yalandan nə deyim? Biz bütün dərmanımızın gücünü bilirik, biz ona uyğun da satışımızı eləyirik. Bunu da canlını da açmağımızın məqsədi odur ki, insanlar videoya inanmır. Çünki hamı yalandan video ilə düzür qoşur, görsədir ki, bu məhsul belədir, alırsan 0. Biz də canlı yayımda görsədik. Biz özümüz video çəkmirik. Harasa testə çağırırlar, oteldimi, restorandımı, idman zalıdımı. Bütün çəkilişlərimiz oradadır. Yəni səhifədə girib baxa bilərsiniz. O qəbirdən qabaq bunu təmizlədik. Belə bir daşı gətirdik bu vəziyyətə. Elə bil indi qoyumsan daşı. Siz də sağ olun, dediyiniz kimi 20.000 like elədiniz. Siz də sözünüzü tutdunuz, biz də sözümüzü tutduq. Amma yenə də bu qədər adama görə like azdır. Kommentariyalarda yazın da, haranı təmizlənməyinə baxmaq istəyirsiniz, harada gedək canlı yayım açaq, öz gözünüzlə görəsiniz. Çox sağ olun, hamınıza təşəkkür edirəm.